Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hava şəraiti ilə əlaqəli yollarda buz bağlayıb, bəzi maşınlar bir-birinə dəyib və Daxili İşlər Nazirliyi bu yollardan istifadə etməməyi məsləhət görürlər. Bununla bağlı mətbuata müraciət də var. Deməli, həmin xəbəri diqqətinizə çatdırıram. Belə ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Quba, Qusar, Göygöl rayonlarında avtomobil yollarında qismən çətinliklər yaradılıb. Qarın yağması və bəzi yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, avtomobil yollarında təhlükəsizliyin qarşısını almaq məqsədi ilə Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Qeyd edək ki, bölgələrdə qarlı hava şəraiti müşahidə olunur. Elektrik və qazın verilişində problemlər yaranır. Siz də hansısa bölgədə, qar yağan bölgədə çətinliklə qarşılaşmışsınızsa, bununla bağlı əlinizdə video çəkilişlər varsa, kanalımızda yerləşən WhatsApp nömrəsinə göndərə bilərsiniz. 010 235 15 16 nömrəsinə WhatsApp-ına göndərə bilərsiniz. Təşəkkür edirəm.